Belə. Bundan neynəmək olar? Kasıb təbəqə bundan neyniyə bilər? İşlərzində mən 15 ildən sonra 60 yaşda bəlkə də qismət olmayacaq yeniden mən ağa təşkil məhsulunu yemək. Mən ballarımı buna təsərrüfatla saxlayırdım, bundan da məhv oldu getdi. Yarım saat saxladın, həmin vəziyyət yaranır. Mümkün deyil. Kapağa boy verin. O daha. Daha. Hala su çekip Budur bak güzel adamız budur. Bizim Qurban olsun Azər, Xuda aşkıdır. Özüm də şəhid anasıyam. 20-sindən bu vəziyyətdir. Evim, eşiyim, hamısı suyun içindədir. Suda qaldım. Yuxarı evə, nəyim var, hamısını yığmışam yuxarı. Valla mən iməkli, mən yuxarı çıxıram, düşürəm. Güçlərim gəlmir düşməyə, eləməyə. Xahiş edirəm mənim. Vəziyyətimi bax gələm, ağacım, meyvəm, içi dolurdu üstündə nətərsinə. Onunla mən dolanırdım, aparıb satırdım, yerdim, iləydim. Elə vardı orada qonşuya pay verirdim. İndi heç dədim əlimlə, hamısı əlimlə getdi bala. Sizdən xahiş edirəm, mənim evimə, eşiyimə köməkli eləyin. Təzə ev tikmişəm, içində oturmamışam. Suyun içindədir. Pollaya bilmirəm. Pulum yoxdur, evi pollayam, oturam orada. Bu da üçür, qoy üçsün. Bir var üstümə üçə, bir var haçan əcəlim gələ. Onda mən öləm, rahat öləm. Üstümə evim üçməsin mən, yazıqam mən. Haçan tamam orada, ondan getməliyəm mən. budur. Başa dönün. Budur. Heyvan saxladığımız yer budur. Kasıb da ölməlidir kasıb. Kasıb neynəməlidir? Bu vəziyyətdəyiz. Tüm bağ, həyat, yanı sahələr də bundan çoxdur. Oradan vurur bura. Nasıl vurur o aynaya gel, avratın qayıdır. Çatdıran bir. Kes. Buna bakıyor. Kenar bardağınlık suyun içindedir. Çekin, bak buraları çek. Bunu ev diyor. Neyime dağıldım, gel komşular da yaman oldu. Bu eski bizlerin ki eziyet çekin. Bu indi hamısı buraya. Bunları da Sulan meyvelerini söküp koymuşam, su taşıyor. Heyvan saxlayır, Uşaqlar su heyvan daşıyır. otarmağa yer yoxdur. Toyuq düz. Də göstərdilər. Dedilər ki, onda burayla maşınla gedib gəlir baxın. Mənə deyirlər ki, mən də maşında gələm. Öz-özlərinə danışırlar, bilirlər. Təqdim eləyin. Kür gələndən elə biz bu vəziyyətdəyik 20-25 gündür. Nətərdir, nə ayraq biz, neyiniyək, suyun içində üzürük, heç nə eləyə bilmirik. Əkinimiz də batıb, heyvanlarımız əlimizdə qalıb.
Toyuq cəmizdir, malımız heyvandır. Ev eşiyimiz hamısı batıb yaman gündə. Suyun içinə girirsən, sudur təmiz. Xahiş edirik bilənlər heç olmasa bizə kömək eləsinlər, nə bilim, nəsə eləsinlər. Bizdən aparıb ağzımıza çatan vaxtda bilməklə cəmaat çəpər çəksin, daşdan, imarət tiksin, heç nə yox. Yox, əlimizdə olan Ehtiyatla, çox qabağa getmə. Bəri gəl, bəri gəl, gəl bəri, qayıt. Batarsan ehtiyatlı ol, batdın uşaq. Ses. Gəl. Kazımova Həcər. 20 gündən artıq çoxdur ki, külün zinəsi belə həyətimizi basıb. Artıq əkinimiz, meyvə ağaclarımız hamısı qalıb suyun altında. Evimiz də partlayıb. Külün zinəsinin nəticəsində indi də hal-hazırda, yəni göz qabağındadır, suyun içindədir həyətimiz də, bağımız da. Çəkməyə ya motor versinlər, ya nəsə bir köməkli eləsinlər, bir baxsınlar, maraqlansınlar. Bu kənd cəmaatı yazıqdır. Neçə hamısı qonum qonşu, tək mən belə deyiləm. Bizim kim ki Kür sahilindədir, hamısı suyun içindədir. Bir dəfə də Kür gələndə heç kimi maraqlanmayıb. Biz öz cibimizin puluna motor qoymuşuq, keçimsə həyətə düşə bilək. Həyətə düşməyə də yeri yoxdur. Bəs nətər eləyək, hara köçək, neyniyək? Bəlkə siz bizə məsləhət verəsiniz. Bizim böyüklərimiz var, nətər deyim, və kənd soveti var, icra hakimiyyəti var. Bunlar hara baxır görəsən? Hara baxır? Və mən də pensioner adamam, hara getməliyəm, necə getməliyəm bilmirəm. Oğlum da eşitmir, gəlinim də eşitmir. Onlar hara gelib kiməsə şikayət eləyəcək ki, gəl bizə bax. Heç kim. Uşaq 2 dənə də uşağı var, deyib suyun içindədir. Sabah xəstəlikdir, bu xəstəlik. Özümüz də televizorda danışırıq ki, xəstəliyə qarşı, peyvəndə qarşı belə aparaq. Belə peyvənd buna lazımdır, bax. Sabah malariyadır, bütün xəstəlik nə desən ola bilər uşaq üçün. Xahiş edirəm, çox xahiş edirəm, maraqlansınlar bizlə. Əsgərov Natiq Firudinoğlu, mən bu kəndin sakiniyəm. Qardaş, ayın 28-dən bu vaxta qədər bizim həyətləri qurunç suları götürüb, çox pis bərbad vəziyyətdədir.
Hara müraciət eləsə də heç kəs gəlib nə baxış keçirdim, nə bir şey eləyim. Təsərrüfatımız məhv olub gedib. Ağaclarımız, meyvə ağaclarım. Mən bu təsərrüfatla dolanırdım. Heç bir yerdə işlə təmin olunmamışam. Mən bu meyvə ağaclarını uzun müddətdə 15 il əmələ gətirmişəm. Bunlar məhv olub gedəndən sonra mənim 2 dənə az yaşlı uşağım var. Plus mənim evim də bərbad gündədir. Evin içindən də çatlar əmələ gəlir. Mənim timsalımda bütün bu ərazinin cəmaatı hamısı bu vəziyyətdədirlər. Xahiş edirəm sizdən bizə köməklik eləsin, yuxarı rəhbərlikdən ki bizə köməklik eləsinlər qardaş. Biz bu pis vəziyyətdən çıxaq. Bizə ayrılsın, bir köməklik eləsinlər, bir torpaq sahəsi ayrılsın. Yoxsa elə biz həmişə bu kətçi adamıq, biz bununla dolanırıq. Biz də çıxaq gedək Bakıda yaşayaq, bir şəhərə köçək, şəhərə köç eləyək. Onda kətdə kim yaşamalıdır? Kim təsərrüfatla məşğul olmalıdır? Malımız, heyvanımız da məhv olub gedir. Saxlaya bilmirik. Çox xahiş edirik, bizə köməklik eləsinlər. Heç kəsdə baxan yoxdur, qardaş. Çox sağ olun. Mən Rızaev Rəhman Hüseynoğlu, Səlyan rayonu Pambıqkənd kənd sakiniyəm. Mən hal-hazırda bir dəqiqə heç yerdə işləmirəm. Dəfələrlə harasa müraciət eləsəm də işlə təmin olunmamışam. Ancaq Azərbaycanın çətin günündə ilk sözündə ki, vətən dardadır. Kim canından keçərsə birinci dəfə Səlyan rayonunun ilk könüllüsü mən olmuşam və Kəlbəcər rayonunda könüllü döyüşə getmişəm. Bugünkü gündə mənim vəziyyətim bütün həyat gördüyünüz kimi padvalım sudur, evdə yaşaya bilmirəm. Yəni dolanışığım mənim malla, heyvanlandır. Gördüyünüz kimi bu ərazi hamısı suyun altındadır. Yəni mənə xahiş edirəm, mənə köməklik edin. Demək olar ki, yüzlərlə, 200-lərlə evlər su altındadır. Millətin dolanışığı həddindən artıq çətin vəziyyətdədir. 10 ildə yetişdirdiyi bir ağacın bu gün barını yemək istəyir, o da yanır gedir. Demək olar ki, vəziyyətimiz həddindən artıq pisdir. Xahiş edirəm ki, bizə köməkliklər göstərilsin. Demək olar ki, bu kəndin dolanışığı mal heyvanlandır. Əgər bu kənd bu mal heyvanı ləğv eləyərsə, demək olar ki, ətdə böyük bir bahalaşma baş verəcək. Xahiş edirəm bu durumu lazım olan qurumlara göstərin, köməklilər göstərilsin. Həqiqətən də acınacaqlı vəziyyət var bu kənddə. Səlyan rayonunun Pambıqkənd kəndində. Allah sizdən razı olsun. Çox sağ olun. Sapıq boy verin.